Adil Əliyev, İlham Əliyevin, Mehriban Əliyevanın göstərişi olmadan bunu edə bilərmi? Yox. Əgər etsəydi, hamı da bilir Adil Əliyev bunu elətdiribdi. Mustafayevin 9 qat çempionu özü də dəfələrlə təsdiq eləyibdi. Elə yaralı da təsdiq eləyibdi. Bəyəx Adil Əliyev niyə tutulmur? Niyə tutulmur? Deyim mi niyə tutulmur? Adil Əliyev niyə tutulmur bilirsinizmi? Adil Əliyev, onlar 5 qardaş olublar. Biri qonşusunun arvadınla belə Kamaz maşını var idi. Maşında yataqsa götürürdü və keçilərin arvadını maşında qayırırdı, ya orada-burada qayırırdı. Neysə, qonşularında bir bayaboy idmançı olubdu. Adil Əliyevin qardaşı onu da qayırıbdı. Bir dəfə də Kamazdan aparanda, yəni Mazda, Kamazda hər neysə aparanda izinə düşübdü və qonşusu Adil Əliyevin qardaşının cins orqanını kəsib ağzının içinə qoyubdu. Əllərini trosdan ağaca bağlayıb. Bax belə, cins orqanını kəsib ağzına qoyubdu. Öldürüb orada. Və dəyərli həmvətənlərim, bu söhbət, bu Adil Əliyev, Məhərrəm Əliyev zat polis idi, rəis zad idi, rəis mavini idi. Bunlara ləkə gələr deyə o qarşı tərəfə də pul verdilər, söhbəti bağladılar. Eləmi bağladılar? Bunların bir qardaş da var idi, Çekoslovakiyadan zalda biznesin başındaydı. O qardaşının qəbrini, yas mərasimini hamısını mən göstərdim mi fotolarını? Göstərdim. Həmən qardaşlar da Viagra'dan ataraq mənə dedilər ki, bəs bu biznesə görə Adil Əliyev öldürübdü. Amma mənə 2 variantda dedilər. Həmin bir tərəfdən dedilər ki, Adil Əliyev bilir ki, qardaşı əxlaqsızdır. Qızların vasitəsindən Viagraları artıq verdiribdi, yeməyinə qatıb 2-3 dənə birdən ürəyi yatıb ölübdü. Bəzi məlumatlarda deyir, zəhərliyib öldürüb Adil Əliyev, biznesə görə öz qardaşlarını öldürüblər. Bunların içində bir dənə salamat, sağəməlli, bir balaca sağəməlli adam Məhərrəm Əliyev idi. Onu da rədd elədilər. Belarusiya prezidenti. Niyə Belarusiya göndərdilər? Birbaşa oradan sağa sola çıxa bilməsin. Onu orada həbs eləyiblər. Xəbəriniz yoxdur, Məhərrəm Əliyev orada həbs eləyiblər. Hə, Adil Əliyev də pul vermişdi. Mehriban Əliyevanın hər cürə killerlik, vur, öldür əmrini icra eləmişdi. Neçə blogerlərimiz döyülüb, neçələri öldürülmüşdü. Hamısını Adil Əliyev vasitəsindən elətdirmişdi Mehriban Əliyeva, İlham Əliyev. Bunun qarşılığında Adil Əliyev polis rəisi gətirəsi idilər. Adil Əliyev polis Daxili İşlər Naziri vəzifəsinə gələsi idi. Amma olmadı, onu suraxanıya icra başçısı atdılar. Əvvəllər Adil Əliyev nə işlə məşğul olub, bilirsinizmi? Adil Əliyevin adı Adil Əliyevdir. Adil Əliyevə amcıq Adil Əliyev deyirlər. Adil Əliyevin kliçkası Mamış Əliyev, Mamış Adil deyirlər, Mamış Adil. Bunun işi Pastayanı bilirsiniz, bölmə rəisi oldu da Nərmanovda. Pastayanı o qəhbələrə ki, bazlıq eləyəndə pul atırlar, qəhbələrin razborkasına gedən adam olubdur. Pastayanı qəhbələrin razborkasına gedən adam olub. Adil Əliyevin arvadında o neydi o, təvəkkül idi, neydi o, onun adını yazılsa, Güloğlan. Adil Əliyev öz arvadını Güloğlanın altında tutubdur. Adil Əliyev adam eləyən, Adil Əliyev kişi eləyən, daha doğrusu kişi deyil, amma Adil Əliyev bir balaca tərpədən də bir balaca gözə soxan Güloğlan olubdur. Güloğlan olub. Sonra Güloğlanı Adil Əliyev arvadınla bir gəzdiyini bildi, tutdu, Güloğlanla düşmən oldular. Güloğlan həqiqətən qeyrətli adamdır. Bax, buradan açıq deyirəm, Güloğlan qeyrətli adamdır. Deyiləm ətənəm, Adil Əliyev həmişə qəhbə razborkalarına baxıbdır. Adil Əliyevdə zərrə qədər kişilik, qeyrət, namus yoxdur. Onda zərrə qədər kişilik, qeyrət, namus olsaydı Adil Əliyev mənlə kişi kimi danışardı və mən buradan bir kəlmə qırağa çıxartmazdım. Amma Adil Əliyev mənlə oğrular vasitəsindən, avtoritetlər vasitəsindən mənlə çıxdı, mənlə barışmaq və mənə böyük bir miqdarda pullar təklif elədilər. Mən də razı olmadım. Biləsiniz. Adil Əliyevə deyirəm, Adil Əliyev, sən Mamış yalayansan, sən oğraşsan, sən barmaqdan əmələ gələnsən, sən kişi deyilsən, siz qardaşlar Amcığa görə kişi oldunuz. Siz oğraşsınız. Səmədin elçiliyinə
atası kimi, atası ölmüşdü. Məhərrəm Əliyev gəldi elçiliyinə. İlham Əliyevin ailəsinə elçiliyə gəldi. Məhərrəm Əliyev. Və Səmədi örgətdiniz. Səməd arzu ilə özəl görüntülərini, özəl danışıqlarını, özəl sevişmələrini, Səməd arzu ilə hətta yatdığını da kaset halına salıb veribdi Adil Əliyevə, Məhərrəm Əliyevə. Məhz ona görə Adil Əliyevə dillənə bilmirlər. Məhz ona görə Adil Əliyev prezident ailəsini şantaj edir. Necə ola bilər? Türkiyə qarışıb, dünya aləm bir-birinə dəyib. 6 nəfər həbs edilibdi. Musayevin 9 qat dünya çempionunun bıçaqlanmasına görə 6 nəfər federasiya kickboks rəhbəri də həbs edilib. Amma Adil Əliyevə dillənmirlər. Niyə? Qardaşını da vurub tollayıblar. Səfirdir də, xuybaşıdır, səfirdir də. Adil Əliyevə dillənəmirlər. İndi isə Adil Əliyevdir. Adil Əliyev cəmaatın başına oyun açır. Bax, gəlin sizə bir şey deyim, dəyərli həmvətən, dəyərli soydaşlar. Bax, sadəcə bir şey deyirəm sizə, dostlar. Bircə dənə misal deyirəm sizə. İlham Əliyevin sərəncamı var. Baxın, İlham Əliyevin 2023-cü ildə İlham Əliyev sərəncam verir. Ölkənin pis, yaxşı, nə bilim, götünü qoydu, arvadını qoydu, nə bilim, Putinin tulası da yam-yam, hər neysə. Azərbaycanın prezidentidir, eləmi? İlham Əliyev, eləmi? İlham Əliyev Azərbaycanın prezidentidir, qəbul eləsəniz də, eləməsəniz də. İlham Əliyev 23-cü ildə sərəncam verdi, 23-cü ilin əvvəlində. Bütün bələdiyyələrin verildiyi torpaqlarda evlər tikilənməz, ev tikilənməzsə heç bir kommunal xidmətlər də orada çəkilənməz, fəaliyyət göstərilənməz. Eləmi? Elə. Amma 2023-cü ilə qədər, Bakının yarısı az qala bələdiyyə sənədlərinlə ev tikibdi. Bəs bunlar sual ortaya çıxır. Dəyərli həmvətənlərim, dəyərli soydaşlar, yenə deyirəm, 2023-cü ilə kimi bələdiyyə sənədlərindən evlər tikilirdi. Ora işıq, qaz, su, nə bilim, internet çəkilirdi. Amma 2023-cü ildə prezident sərəncam verəndən sonra bələdiyyə verilən torpaqlarda ev tikilə bilməz. Rəsmi, kubcalı sənəddə, torpaqda ev tikilməlidir. Eləmi? Bəs sual ortaya çıxır. Adil Əliyev, sən kimin daşşağının başısan, Suraxanın icra başçısı, arvadını gül oğlanla tutan peysər, sən kimin şeyinin başısan, oğraş oğlu oğraş. Sənin əlin qanına batmadığı nərdəysə siyasi fəal, nərdəysə bloger yoxdur. Səni doğan ananı əmcəyinin arasına verəcəm. Səni doğan ananı erməni qıblasına qayıracam. O uğraş, səni ana doğmayıb, səni it doğubdur. Ölübsə də qəbrini deşib qayıracam. Oğraş oğlu oğraş. Kəhbənin südünə əmən Adil Əliyev. Məhərrəm Əliyev buna baxanda 1000 qat şərəfli adamdır. Buna baxanda, bunun Məhərrəm Əliyevə görə kişi olub da bu. Bu kimdə? Amcıq yalayan uğraş Adil Əliyev, sən kimsən hə? Dəyərli həmvətənlər, baxın, bütün Suraxanı əhalisini divara dırmaşdırır. Artıq insanlar inqilab həddindədir. Mənə bir gündə yüzlərlə mesaj gəlir. Ay Qabil, Adil Əliyev prezident sərəncam verib 2023-dən bəriyə. Amma Adil 20 il, 30 il, 40 il qabaq tikdiyim evləri gəlir ki, suyunu, qazını, işığını, internetini kəsəcəm, bulduzerdən dağıdacağam. Evin yekəliyinə aid ən balaca evlərdən 500 manat, orta səviyyəli evlərdən 1000-1500 manat, biraz bazburtlu evlərdən 2000 manat pul yığır Adil Əliyev. İndi baxın, 10 minlərlə, 100 minlərlə bələdiyyə sənədindən tikilən evlər var Suraxanıda. İndi görün uğraş, qəhbənin südünə mən nə qədər pul yığır, katyoldan nə qədər pul uğurluyur. Bu məlumatı mən insanlardan alıram. Devlət Təhlükəsizlik Xidməti də bundan bacarmır. Çünki Mehriban Əliyevanın işdanının altında, Mehriban Əliyevanın liftçinin altında gizlənib bu. Elə bir ki, o vaxtı qoyunların məməsinə şey taxırıq da belə. Nə deyir, məmə qabı taxırıq da, balası əmməsin. Akşam birini balası əmsin, birini də biz sağaq. Keçinin, qoyunun.
o memesinin altına yığışan şeyler var idi ha, o gənələr. O dananın camışının götünün o piş eləyən yerin qırağına yığışan gənələr var ha. Balaca olur sonra yiyir belə şişir ha. O Toş Adil Əliyev oxşur olar. Sıpa oğlu sıpa. Yalandan 5-6 tane Petuk Gazi tapıp özü kimi Petuk Gazi'nin o belə oynuyor, ne bileyim ne eynir. Bir-iki dənə də Perpeyser şəhid anası tapıbdı. Onunla belə oynuyor. Sanki bütün Suraxanının şəhid ailələri, şəhid anaları, qaziləri yağ içində böyrək kimi, yaşayırmış kimi obraz yaradır. Adil Əliyev. Sənin ağzına verəcəm. Adil Əliyev, sənin arvadının ağzına verəcəm. Adil Əliyev, sənin dalında kim durubsa, onun ağzına verəcəm. Oğraşsınız siz. Sen kimsene Suraxanı cemaatini incidirsən. Sen kimsene prezidentin fermanına karşı gelirsen. Prezident bilmirdi, sərəncam verəndə sərəncam versin ki 30 il bundan qabaq, 20 il bundan qabaq, ne bileyim dedem gedəndən 93-cü ildən bəri belediye sənədindən ev tikənlərin hamısı cərmələnir, ya sənədləşdirilir, ya evi sökülür, ya kommunalı. Bilmirdi prezident İlham Əliyev. Ha? Cındır oğlu cındır. Onun sifətinə baxırsın Adil Əliyevin. Qocuğum onun sifətini göstərə misin? Elə bir ki, Amcıq əmənlik. bunda baba sifətə baxın ha, sifətə. Bax sifətə baxın ha. Bu sifətdə nədir? Amcıq əmənlik bunda. Ödə tez öləcək ha. Bu adam, bax mən deyirəm ha. Bu adam 2027-ci ili görməyəcək. İnanmırsınız? Hələ çox dedim ha, uzun dedim ha, çok uzun dedim ha. Bax bu adam ölecek. Bu adam 2027-ci ili yaşayıp görməyəcək. Yaşayarıq görərik də nə qalıb şunun şurasında, il yarım vaxt qalıbdı. Babu amcıq əmən, babuna bak bu sifət nə deyir, babu sifət. Bu deyir ki, mən böyük. Ne için İlhan Əliyevanın o amcığına, ne için İlhan amcığına arzum. Mən de İlhan Əliyevanın mısını əmməyə də hazırım. Vəzifə üçün, rütbə üçün. Bax gözlərə bax, qardaşların 4 milyarda qədər sərvətləri var. 4 milyarda qədər. Baxın ha. Baxın ha. Məni öldürmək üçün nə qədər dəridən qabıqdan çıxdı bu. Məni öldürmək üçün. İndi federasiya rəhbərini bıçaqlatdırıbdı. Hamı da bilir ki, özü də deyir federasiya rəhbərinin ki, Adil Əliyev dəfələrlə məni ölümlə təhdid eləyibdi. Bunun başında Adil Əliyev durur. Amma Adil Əliyev cəzalandırmırlar. Deməli nədir? Deməli bu işin Adil Əliyev icazəsini ya Mehribandan alıbdı, ya İlham Əliyevdən alıb. Başqa cür ola bilməz, qadın alıb. Başqa cür ola bilməz. Buna bax, sifətə bax. 200 gramlıq amcığa göre kişi olandı bak. Bu kibəyək dedim ha o. Bir salam verir ha Əliyə Mikail'e, o nədir? Şükran. Bir tərəfdə deyir, bir bilim, anama görə gəlmişəm. Dubay'dan anama görə gəlmişəm. O bir videoda da deyir ki, burger yeməyə görə gəlmişəm. Mən bu saat Dubay'da olmalıydım. Bu yüzünüzə sizinə. Adamı belə sındırırlar bax. Buna bax. Amcıq əmən gədiyə bak. Buna bax. Suraxanı dağılır. Bütün qəhbəxanalar son sürətlə işləyir. Prezidentin sərəncamı var. Bilməm saat 11-dən 12-dən bəzi yerlərdə 11, bəzi yerlərdə 12-dən sonra. Heç bir bar, diskoteka, masaj salonları, restoranlar, əxlaqsızlıq yuvaları işləyə bilməz. İnsanlar narahat olur. Ama bu qəhbənin balası var ha bu. Qəhbə doğan. Qəhbə südəmən var ha bu. Bütün Adil Əliyevin Suraxanı rayonunda yarattığı vəziyyət budur. Baxın, birbaşa qəhbəxanalara baxın, restoranlar. Baxın. Burada hazırda hər hansı bir toy keçirilmir. Sadəcə restorandan gələn səsdir ki, bütün ətrafa yayılıb. Olar ki, evdə oturmam mümkün deyil səslə. Sizindir bura? Yox, mən deyil, dayandı. Çək işə verdik. Mən də çək işə. Xahiş eləməlisiz. Niyə toxunursunuz bizə? Niyə mani olursunuz bizə? Məlumat almaq istəyirik də sizə. Suraxanı rayonu Yeni Günəşli Yaşayış Massivi Samir Cəfərov küçəsindəyik. Sakinlər ərazidəki restorandan, Çay adlı restorandan şikayətçidirlər və bildirirlər ki, axşam saatlarına, gecə saatlarına qədər restorandan gələn musiqi səsləri onların rahatlığını pozur, yatmağa imkan vermir. Axşam saat 12-nin yarısıdır, hal-hazırda saat özünüz görürsünüz, verir.
evində körpə uşağı olanlar var. Biri mən özüm məsəl üçün. Bravo, bax. Havanın belə olmasına baxmayaraq adam heç pəncərəni aça bilmirsən ki, səs birbaşa evin içindədir. Uşaq yatan vaxtı var, hansı insanlar növbədən gəlirlər ki, istirahət eləmək üçün əsasını azaltsınlar. Bəs bununla bağlı polisə məlumat vermisinizmi? Qaynar xəttə zəng elədim, 102 qaynar xəttinə. Post patrol nəfəri gəldi, biraz sakitçilik oldu, bir 10-15 dəqiqə. İndi post patrol gedib hal-hazırda bir müddət sakitçilik oldu, hal-hazırda yenə davam edirlər. Özünüz də eşidirsiniz səslər. Adil Əliyev, ay Adil Əliyev. Ananın ağzına verim. Ay Adil Əliyev, sənin arvadının ağzına töküm, dilinin üstünə töküm. Ay oğraş. Bu nədir? Qəhbənin südünə əmə. Bu nədir? Bunun vaxtım demiş, şu dayandı şu. Adil Əliyev, qəhbə süd əmən. Bu qədər səs vermək olar mı onun üçün yarısı? İşte restoranda işləyir, xahiş edirəm göstərin. Niyə əllə danışırsınız? Buna deyil qışqırmı? Vətəndaş narımızda şikayət edib, qaynar xəttə bizə çağırıb. Heç nə yoxdur. Buna bax. Məlumat almaq istəyir də sizə. Ya bu da restoran sahibinin nümayəndəsi. Baxın ay millət. Münasibəti. Adil Əliyev, səni doğan anan əmcəyin arasına eşşək versin. O dəvəçidə dəvələr var, dəvələr. Haçqa burada. Dəvələr versin sənin arvadının döşünün arasına. Buna bax. Kimi narahat edir ki bu? Vətəndaş narahatdır, narazıdır. Ay kim ne narahatı burada? Niyə Mən narahat? nöçək içədə qardaş. Mən nöçək içə. Mən təqib eləmə. Siz özünüz müdaxilə elədiniz, ona görə biz də sizi Mən də çəkirik. sənə deyirəm ki, qardaş, bu adam jubileyin keçirir də qardaş. Xahiş eləməlisiz. Olmaz da, deyirəm, toxunmaq olmaz. Adil Əliyev. Atanın coruna soxum mən. Niyə mani olursunuz bizə? Niyə müdaxilə edirsən? 20 dəqiqədən sonra gələrsən. Saat 12-yə qalır. Bəs bununla bağlı qanun nə deyir? Kafe, restoran və digər ictimai yaşayış obyektlərində yaranan səs-küy üçün qanunvericiliklə müəyyən edilmiş xüsusi normativlər mövcuddur. Bu normaların nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirilir. Əgər nazirlik tərəfindən keçirilən reydlər zamanı və ya vətəndaşların şikayət əsasında aparılan yoxlamalarda səs-küyün normanı aşdığı müəyyən edilərsə, belə olan halda məsul şəxslər İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilə bilərlər. Əgər bu səs-küy və narahatçılıq mütəmadi və daimi xarakter daşıyarsa, qeyd etdiyim inzibati məsuliyyət yanaşı, sakinlər müəyyən qadağaların tətbiq edilməsi və mənəvi zərərin kompensasiya edilməsi barədə mümkün qaydada məhkəməyə müraciət etməyə da malikdirlər. Adil Əliyev, Suraxanını niyə bu göt günə qoyubsan? Ananın dallağının günə qoyubsan. Suraxanını. Adil Əliyev. Arvadın var götdən qayırırdı, nədir o şey? Gül oğlan götdən qayırırdı ananı. Niyə onun günə qoyubsan, hə? Biz dedik ki, Milli Məclisdə oturubsan, federasiya başında oturubsan, ancaq killerlər ürətirsən, cəmaatı vurdurursan. Biz dedik, icra başçısı keçibsən, yəqin rayonla maraqlanarsan, işin başından aşar, vaxtın olmaz bu killerlərlə zaten onu bunu vurdurmağı. Siyasiləri vurdurursan, bizi vurdurursan ki, Mehribanın götünə amına girəsən. Ay oğraş, götə girən oğraş. Sən deməsən icra başçısı olandan sonra daha da fəaliyyəti genişləndirdin. Bütün qəhbəliyin o növü qalmadı, sən ondan istifadə eləməyəsən. Adil Əliyev. Sənin arvadının dilinin üstünə tökəcəm. Sənin arvadının öpürə, sən dodağından öpürə, o dodaqlarının arasına verəcəm. Adil Əliyev, sənin arvadını eşşəyin altına tutacam, Yekaterina kimi eşşək qayıracaq belə. Eşşək soxacaq belə Adil Əliyev. Oğraş oğul oğraş, itdən əmələ gələn. Bir qardaşın Viagra üstündə 16 yaşında qızın amını yalayanda öldü. O biri qardaşın ay oğraş oğlu oğraş. O biri qardaşın qonşusunun arvadını qayırdı. Birbaşa trosdan bağlanıldı o o moped trosları var ya, o motosiklet trosları. O trosdan bağlanıldı, şeyi kəsildi, ağzına verildi, qan axmadan öldü. Uğraşlar, siz hamınız elə mındar işlərə görə öləcəksiniz. Bir şərəfli ölüm siqnalınıza yazılmayıb və itdən əmələ gələnlər. Buradan səslənirəm, ay Suraxanı cəmaatı, ay insanlar, məni eşidənlər, peysərə verməyin, uğraş olmayın, göt olmayın, göt verən olmayın. Hamınız götürün, belə harada səs gələn yer var, harada qəhbərxana var. Suraxanının bütün qəhbərxanalarını çəkin, mənə atın. Bu gündən sonra Adil Əliyevin var yoxunu qayıracam. Bu gündən sonra Adil Əliyevin nəslini qayıracam.
O boyda idmançını bıçaqlatdırdı. Göt oğlu göt. Arxadan vuran. Arvadını ananı arxadan vuran kimi? Araz Musayev'e de arxadan vurdun sen. Ha? Sen ananı arvadını bacını arxadan vururlar ha? Sen de bıçaqdan arxadan vurdurdun. Göt oğlu göt. Gəhbə, kişi də kişini arxadan vurdurar. Gəhbən südünə mən. Südünə soxum sənin. Buna bax. Budur bax, ölən qardaşı. Birbaşa qəbrinin şəklini atıblar mənə. Ala bax. Ala bax. Birbaşa qəbrinin şəklini atıblar. Sən Adil Əliyev, şərəf və ləyaqətim and olsun, sən qardaşın qədər yaşamayacaqsan. Sən 27-ci ili görməyəcəksən. Bax deyirəm sən. 27-ci ili görməyəcəksən. Ya 27-yə qədər öləcəksən, ya 27-də öləcəksən. Sənin alnına petuq yazılıb. Adil Əliyev, sən 27-yə qədər ölməlisən. Səsküydən millət yata bilmir. Suraxanının hər yerindən şikayət gəlir. İndən sonra mən Suraxanı ilə məşğul olacağam. Bu hakimiyyətlərin bir adı var. Göt verənlər hakimiyyəti. Vəssalam. Göt verənlər, başında durandan ayağında duran göt verənlər hakimiyyəti. Buna bax buna. Hələ bu lülüşə bax hə. Bu dümmələyə bax hə. Deməli, oğraş bu dev. Bu qəhbənin balası var ha bu. Bu qancul-yəcədə. Hani bu qancul-yəcədə. Hani bu oğraş. Adil Əliyev, qancul-yəcədə var ya bu. Bu qancul-yəcədə pozdu bax efirimi. Qancul-yəcədə. Gözlərinə bax, ölü bə bu. Bu ölü, bunun götünü dağılacaqlar. Bunun götü dağılacaq. Baxarsın. Baxarsın, 2007-ci ilə bu salamat qalmayacaq. Belə doğranacaq, baltalanacaq. Mən də qabil deyiləmsə, mən bilirəm nə deyirəm. Bana sifətə bax, sifətə bax, sifətə bax. Sifət deyir, mən qəhbəyəm. Bu sifət deyir, mən oğraşam. Bu sifət deyir, mən hər şeyi əmənəm. Ağza bax, dodaqlara bax. Ağzı balaca adamlar çox agresiv olur axı biraz da. Buna bax, burnunun deşməklərinə bax. Sənin burnunun içinə soxacam mənə. Sənin nəslinə soxacam mən. Nəslinə soxacam sənin. Oğul. Qəhbənin südünə mən. Hazır, çoxdan səninlə danışmırdım Adil Əliyev. Arada bir material gəlməsin mənə. O restoranların səsi gəlməsin. Gecə Suraxanın sakinləri rahat yatsınlar. O səs-küy yığışdır ki, Adil Əliyev, mən səndən danışmayayım. Onsuz da bilirsən, qanlı düşmənik biz. Bugün sənin əlində imkanlar var məni öldürməyə. Kifayət qədər imkanlardan istifadə edibsən, hələ ki öldürənməyibsən. Amma mən hakimiyyətə gəlsəm, səni dünyanın harasında olursan ol, sən danaçı kimi yerin altda gircinə. Köpək balığı kimi okeana açıl, səni doğrayacam Adil Əliyev. Nəsimi kimi dərini soyacam. Efirə zəng eləyə bilərsiniz, bu sistemi dəyişmək təmiz. Efirə zəng